İlk zəngimi xatırlayıram. Telefonu götürdüyüm zaman ürəyim ağzımdan çıxacaq kimi idi. Xəttin digər ucundakı səs çətinlik və utanmaqla qarışıq duyğular yaşayırdı. Həqiqətən çox üzr istəyirəm. Mən intihar. Sevgilimlə çox böyük mübahisəmiz oldu. Sadəcə biri ilə danışmağa ehtiyacım var. Bunları Amerika Birləşmiş Ştatlarında intihar etmək istəyənlərin zəng vurduğu bir qaynar xəttə çalışan Katerina Dikerbo yazır. Xanım elə bilirmiş ki, bu nömrəyə zəng edənlər tamam fərqli, indiyəcən heç görmədiyi qəribə tiplər olacaq. Amma məlum olur ki, yox. Onlar elə gündəlik gördüyümüz adi adamlardı və hətta zahirən xoşbəxt görünən öz dostlarının, doğmalarının da zənginə rast gəlir. Dəhşətdir, hə? İntihar xəttində işləyirsən, bir zəng gəlir, dəstəyi qaldırırsan ki, doğma bacındır. Bəs niyə onlar dərdlərini həyatdan tanıdıqları bir adama deyil, qaynar xəttə danışmağa tərcih edirlər? Dikerbo belə cavab verir. Hər zəng vuranın içində hiss edirdim ki, onu diqqətlə, tənqidsiz, yarğısız, məsləhətsiz, ürək ağrısıyla dinləyən birinin əskikliyi yatır. Sadəcə dinləsin və onu dərindən anladığını desin. Vəssalam. Varmı real həyatda beləsi? Dosta dərd danışırsan, bismillah eləməmiş başlayır səni ağılsız çıxarmağa. Qardaşa içivi açırsan, elə laqeydliyi göstərir ki, dərdi unudub, bu laqeydliyi dərd edirsən. Daha maraqlı bir məqam. Dikerbo get-gedə hiss eləyir ki, telefon bağlantıları zamanı başı gicəllənir, halı pisləşir və anlayır ki, birini empatiya quraraq daxildən dinləmək ona yoldaşlıq etməkdən daha çətindir. Demək ki, hər dinləmək kömək etmir. Dinləyərkən empatiya qurmaq. Bütün məsələ budur. Facebook statuslarını oxumaq da bir növ insanları dinləmək deməkdir. Bəs burada necə? Empatiya qura bilirikmi? Bir dəfə bir dost yazmışdı ki, hətta qıcıq olduğu insanların da yazılarını oxuyur. Gözəl cəhətdir, lakin məncə biraz da dərinləşmək olar. Axı biz niyə belə tez-tez qıcıq oluruq? Biri bu sözü deyir, qıcıq oluruq. O sözü yazır, yenə qıcıq oluruq. Şeir paylaşırlar, şəkil paylaşırlar, qıcıq oluruq. Ciddi danışırlar, yüngül danışırlar, qıcıq oluruq. Gülürlər, ağlayırlar, yenə elə. Ay kişi, bəs bu millət deyin axı, neynəsin? Diqqətlə baxsaq, qıcıq olduğumuz bir çox hallar əslində məhz bizimlə bağlı olan haldır. Yəni, problem daha çox bizlikdir. Problem budur ki, qəlbimiz çox cılızdır. Odur ki, qıcıq olanda bir ayaq saxlayaq və özümüzdən soruşaq. Xeyr ola. Bir əzizin sualına cavab olaraq deyirəm. Çıxış yolu empatiya qurmaq mədəniyyətini formalaşdırmaqdır. İnsanlarımız bir-biri ilə empatiya qura bilsə, inanın bu qədər dırdır, bu qədər qeyluqal olmaz. Nədir empatiya? Dale Carnegie'nin dili ilə desək, özünü digər insanın yerinə qoyub, sizin yox, məhz onun nəyə qadir, nəyə qabil, nəyə möhtac, nəyə adekvat və s. və ilaxır olduğunu anlamaqdır. Bax gör, o sənin oxuduğun kitabları oxuyubmu? O sənin böyüdüyün ziyalı ailədə böyüyübmü? Onun dostları kim olub? Onun həyat şərtləri nə olub? O harda yaşayır? O kimlə yaşayır? Bütün bunlar, bəli,
menyuya daxil edilməli, sonra hökm verilməlidir.